Salam millət, bu bir məlumatlandırma videosudur. Ənənəvi hala gətirmək istədiyim bir mövzu var, onun haqqında danışacağam. Əslində bu proses uzun zaman gedən proses idi. Sadəcə indi daha sistemli şəkildə, daha intizamlı şəkildə edəcəm. Və düşünürəm ki, belə daha gözəldir. Əlavə olaraq da YouTube kanalında ilk dəfə də paylaşıram ki, daha çox insana çatsın. Bilinən mövzu idi, amma burada yenə açıq-açıq deyim. E, İndi hal-hazırda edəcəyim sistem, yəni şərtləri də açıq şəkildə, çox primitiv şərtlər olacaq. Onlara da videonun ortalarında ətraflı məlumat verəcəm. Sonra proses necə gedəcək, onu da izah edəcəm. Birinci olaraq ənənəvi hala gətirmək istədiyim proses odur ki, hər ay ödənişsiz bir nəfər tələbə qəbul olacaq. Ya burada çox ödənişsiz olduqda bilirəm ki, çox zaman çox ciddi yanaşılmır. Bunları da dəf eləmək üçün müəyyən şərtlər ola bilər. Ya ola bilər ki, məsəl üçün 3 şərt qrupdan, yəni 3 dərsə qoşulmamaq, sonra qrupdan uzaqlaşdırma ola bilər, ya da çox kiçik bir simvolik rəqəm təyin ola bilər, çox kiçik, yəni deyirəm. Sonra, yəni bu şəkildəki, yəni burada ciddi yanaşılsın, çünki həqiqətən öyrənmək istəyən insanlar bilirəm çoxdur. Ə, Onlara yəni fayda olacaqsa nə gözəl. Əlavə olaraq da bu bilinən mövzudu yenə deyirəm, sadəcə burada açıq şəkildə deyim ki, yəni birinci dərəcəli şəhid ailələrinə, yəni tam təmənnasız, yəni orada heç bir ödəniş məbləği olmadan, kiçik bir ödəniş məbləği olmadan onlar təlimə rahat şəkildə qatıla bilər. Yəni o tərəfdən problem olmasın. Bu bilinən mövzudur. Sadəcə görürəm ki, onu deyən zamanı bəzən görürəm ki, kiçik çəkinmələr ola bilər və yaxud da necə bu tip mövzular ola bilər. Əslində mən bunu mətn soruşmağa çalışıram, amma görürəm ki, yenə də tam başa düşülən olmur. Ona görə deyirəm ki, hər dəfə deyəndə artıq burada rahat deyim ki, yəni deyəndə onu sadəcə kiçik bir qeyd eləsəz mənim üçün yetərlidir ki, mən orada sistemi ona görə quracağam. Yəni orada da sizin nə barədə çəkinməyiniz falan. Yəni mən bir həqiqətən özünüzə dost kimi görün, yoldaş kimi görün, yəni bəzilərinizi qardaş kimi görün. Ki, yəni o tərəfdən qətiyyən çəkinmək olmasın ki, ay burada nəsə şey ola bilər ki, daha ciddi yanaşılmaz və yaxud yəni inanın ki, qətiyyən yəni dərslərin prosesini görəcəksiniz ki, yəni mən qətiyyən elə şeylərə fikir verməyən biriyəm. Nəysə indi bu işin içində olan insanlar bilir. Bunu da inşallah siz də gəlib görərsiniz. Əlavə olaraq da tələbələrə hər dəfəsində 100 AZN endirim olacaq. Bunu da zəhmətunuzu yazan zamanı orada kiçik bir qeyd eləyin. O yetərlidir. Bunun məqsədi odur ki, yəni tələbələr məlum məsələdir ki, orada yəni həqiqətən həm elmdə aydın qaçırlar, həm çoxlu yüklənirlər, həm əlavə təhsil öyrənməyə çalışırlar. Burada say qurtarmaz olar onsuz da həqiqətən çox yükləniblər. Onlara hər zaman dəstəyə ehtiyac var. Düşünürəm ki, bu daha faydalı olar. Sonra əlavə olaraq da yəni indi şərtləri qısa deyəcəm. Şərtlər bundan ibarətdir ki, bu ay xaric, gələn aydan artıq bax bu ay indi Telegram kanalında təlim bölməsini aktivləşdirmişəm. Ora indi bu video paylaşdıqdan sonra plus yazmağınız daha yaxşı olur. Plus yazacaqsınız. Baxın, deyirəm ki 10 nəfər. Misal üçün gəlin bunu da mən göstərdim. Proses necə olacaq? Bunu şəffaf şəkildə paylaşacağam. Ya ola bilər YouTube kanalında paylaşım, ola bilər elə Telegram kanalında paylaşıram. Yəni ehtiyac olarsa YouTube-da paylaşacağam. Ehtiyac olmarsa Telegram kanalında paylaşacağam. Bu qədər sadə olacaq. Yəni Telegram kanalına daxil olursunuz orada təlim bölməsinə sadəcə plus göndərirsiniz. Mən orada adları qeyd edirəm. Misal üçün burada baxın, seçənəklər var da düzdür. Ad dəyişəcəm. Orada misal üçün ola bilər Nihat. Burada adı əlavə edəcəm Nihat. Ola bilər misal üçün Aslan ola bilər. Sonra ola bilər Cavid ola bilər. Düzdürmü? Sonra misal üçün Nizat ola bilər və s. Bu adlar yığıldıqca, sonra məsəl üçün bax bu şəkildə deyirəm ki, indi adların əvəzinə 1-2 yazıram, daha sürətli olması üçün. Yəni bu şəkildə adlar ora toplandıqda, deyirəm ki, bu şəkildə adlar toplanacaq və bura gələcəm. Adları yazdıqdan sonra, bunu da şəffaf şəkildə paylaşacağım. Adları yazdıqdan sonra sadəcə və sadəcə yəni burada çarxa tıklayacağıq. Artıq özü bizdə qalibi seçəcək ki, kimdir qalib? Aydınmı? Misal üçün qalibimiz 6. Aydın 6-nın adına yerinə olacaq misal üçün deyirəm, olacaq orada Nizat. Aydınmı? Nizat artıq ödənişsiz təlimə qəbul olunub. Bu sadəcə dediyim kimi, yəni o hər ay bir nəfər burada digər mövzulara aid deyil. Onu artıq ödənişsiz qəbul edəcək. Bu proses, yəni adam çox yığılsa elə 5-ci günün axırı ola bilər. Yəni maksimum 6-cı günün sonuna qədər, axşam saatlarına qədər. Axşam saat dediyimdə, yəni misal üçün saat 8-ə qədər, saat 7-yə qədər, yəni bu şəkildə artıq yəni videonu paylaşacağam ki, artıq qalib təyin olunsun və onu bizim qrupa əlavə edib dərs məlumatlarıyla tanış olsun. Yəni ümumiyyətlə düşünürəm ki, yəni bu faydalı olacaq. Əlavə olaraq da onu da düşünürəm ki, yəni ölkədə həqiqətən də bildiyim ki, yəni bildiyim də düşündüyüm ki, düşünürəm ki, həqiqətən belə
treyderlər var. Onlar da həqiqətən dəstək olmağa çalışırlar. Olurlarsa nə gözəl. Hər birinə həqiqətən səmimi qəlbdən təşəkkür edirəm. Onsuz da onların ürəyinin böyüklüyündəndir. Yəni onlara ehtiyac yoxdur. Sadəcə istərəm ki, olmayanlar da, yenə deyirəm, bunlar şəxsi fikirlərdir, amma olsalar həqiqətən gözəl olar və yaxud da onlar daha gözəl bir şeylərlə edirlər, bəlkə də mənim xəbərim yoxdur. Bunlar çox normaldır. Hər birinizə uğurlar. İnşallah düşünürəm ki, faydalı olar. İnşallah gələcəkdə daha da fərqli bir layihələrlə gələrik. Daha gözəl. Düşünürəm ki, indi onu da deyim ki, bizim YouTube kanalında paylaşdığım dərslər başa düşürəm ki, yəni orada ümumi nəzarət olmadıqda, sonra orada həm açıq kanal olduğu üçün hər kəs girib, ona görə yəni sabah baxaram, birisi gün baxaram, baxıb praktik eləmədikdə başa düşürəm ki, yəni tam ciddi nəzarət olmalıda sən effektiv nəticə qoya bilmirsən ortaya. Bunlar hamısı yəni başa düşülən mövzulardır. Amma gələn aydan belə olacaq ki, yəni sırf tələbə qəbulu belə olacaq ki, Telegram kanalında bilirsiniz mən bot yazmışam və bot aktivləşdirmişəm. Müəyyən şərtləri indi hal-hazırda kiçik-kiçik şərtləri iş görür. Amma hər dəfəsində inkişaf elətdirəcəm. Və o botun da bir işlərindən biri olacaq ki, Telegram kanalında ən aktiv adamları seçəcək. Gələn səfər misal üçün indi hal-hazırki vəziyyətdə istənilən adam gedib orada plus atsa, onun şansına düşsə, yəni həmin adam qəbul olunacaq. Amma gələn səfərdən bu şəkildə olacaq ki, misal üçün Telegram kanalında öyrənmək istəyən insanlara xüsusi seçəcək. Yəni orada müəyyən komutlar verəcəm ki, onlardan analiz edəcək. Ən çox misal üçün həqiqətən sual soruşan, analiz edən, daha çox öyrənməyə meyilli olan insanları seçəcək və gələn səfər artıq hər kəs deyil. Misal üçün 10 nəfər, 5 nəfər, 6 nəfər o insanların içindən seçəcək ki, hə, tamam. Bu ay həqiqətən bu insan öyrənməyə çox meyilli göstərib, həqiqətən çoxlu çalışıb öyrənsin. Bunun baxın, mənim üçün heç bir fərqi yoxdur ki, gedib mənim YouTube kanalımdan öyrəndiniz, başqa YouTube kanalından öyrəndiniz. Yəni burada öyrənin. Aydınmı? Öyrənmək o qədər gözəl bir şeydir ki, kitab oxumaq o qədər gözəl bir şeydir ki. Mən Telegramda kitab bölməsi aktivləşdirdim. Gördüm ki, passivdir, oranı bağladım. Amma halbuki yəni həqiqətən indi inşallah yəqin ki, oxuyursunuz. Heç orada mən sadəcə onu şey görmədim. Sonra əlavə olaraq, yəni əsas olan öyrənməyinizdir. Öyrənəcəksinizsə nə gözəl. Bu şəkildə gedəcək proses, yəni. İndi şərtlər dəyişərmi gələcəkdə? Yəni daha save olması üçün, daha ədalətli olması üçün ola bilər ki, şərtlər dəyişər, daha inkişaf eləmiş şəkildə olur, amma hal-hazırki vəziyyətdə düşünürəm ki, yəni heç bir şərtə ehtiyac olmadan, yəni əlavə şərtə ehtiyac olmadan bu şəkildə davam edəcək. Əlavə suallarınız da varsa, bu yorumlarda da yaza bilərsiniz, mənə özəldən də yaza bilərsiniz. Onların hamısına bir-biri geri dönüşləməyə çalışacağam. Hər biriniz Allah amanında millət, sağ olun. İnşallah ki, faydalı olar həm sizə, həm mənə. Sağ olun millət, Allah amanında.